Dəyərli izləyicilərimiz, marşrut dayanacağından 40 metr məsafədə dövlət hipotekasına yararlı, evin də torpağın da kupçası olan 4 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Ünvan Masazır qəsəbəsi, 569 nömrəli marşrut dayanacağından 30-40 metrlik məsafədə. Qeyd edeyim ki, bu marşrutlar 8 dəqiqə interval ilə işləyirlər və birbaşa avtovağzal metrosuna gedirlər. Kanalizasiya, mərkəzi kanalizasiya sistemi trapına qədər qoyulub, hündür zirzəmisi var, nəmişlik qətiyyən də yoxdur. Masazır qəsəbəsi 6 nömrəli məktəbin yaxınlığı. Yəni, əgər övladınız varsa, övladınız buradan rahat şəkildə 5 dəqiqəyə məktəbə çata bilər. Ev 4 otaqdan ibarətdir, hörmətli izləyicilərimiz. Tikintisinə söz yoxdur. Qoşa kubikdir. Baxın, kəmərinə qədər atılıb. Qoşa kubikdir, kəməri, fundamenti hamısı qaydasındadır. Kombi xəttləri çəkilib. Qaz, su, işıq hamısı çəkilib. Kanalizasiya, mərkəzi kanalizasiya sistemi, elektrik işi, santexnik işi hamısı görülür. Deməli, bu evimizin mətbəxidir. Bütün kommunallar artıq mətbəxdədir. Kanalizasiyası, qazı, su, işığı, kombi xəttləri gördüyünüz kimi çəkilib. Qoşa kubikdir, evin təmiri gördüyünüz kimi idealdır. Yeni təmirdən çıxıb, tristentinə qədər qurulub, evin öz divarında qurulub, maraqlıdır. Deməli, bu otaq ölçüsü kiçikdir. Niyə uşaq otağı kimi və yaxud da 3 otaq kimi istifadə edin, oranda qardirob otağı, ütü otağı kimi istifadə edə bilərsiniz. Amma qalan yerdə qalan 2 otaq, yataq otaqları genişdir, qonaq otağı genişdir və hamamsanız evin ölçüləri normaldır, hörmətli izləyicilər. Qiyməti 87.000 manatdır, dövlət hipotekasına yararlıdır. Krişə çıxmağa yeri də var. Kimə maraqlıdır, zəng vursun, sağ olun.